Salam, bugün sizinlə test toplusundan isim mövzusunun izahını paylaşacağım. Keçək ilk suala. Choose the line of nouns in the singular. Təkdə olan isimləri seçməliyik. A variantında feed, food sözünün cəmidir. Ona görə A-nı çıxırıq. B variantı qalsın. C variantında police sözü həmişə cəmdə olan isimdir. D variantında da people sözü həmişə cəmdə olan isimdir. Y variantında da thief sözü tools sözünün cəmidir. Cavabımızda qalır B variantı. Bir də sizə bir şey deyim. Sonu SS və ECS, yəni X-dən bitənlər həmişə təkdə olur. Yalnız lyrics və topic sözləri. Bu iki söz istisnadır ki, bunlar cəmdədir. Amma qalan hallarda sonu bu şəkilçilərlə bitən sözlərimiz təkdə olur. For example, progress, phonetics. Keçək ikinci sualımıza. Plural, cəm isimlər seçməliyik. Money sayılmayanda təkdir, advice sayılmayanda təkdir, goose təkdir, cəm forması gizdir, with sayılmayanda təkdir, mice, jeans and teas. 3, 4, 6. Cavabımız D variantı. Üçüncü sual. Yenə cəm isimlər seçməliyik. Paper təkdədir, kağız sözü, salt, duz təkdədir, lizard təkdədir, geese, goose sözünün cəmidir, yəni cəm kimi götürülür, qazlar mənasına gəlir. Clothes cəmdədir, treasures cəmdədir. Cavab olur 1, 3, 5. A variantı. Dördüncü sualımıza baxaq. Compound nouns. Mürəkkəb isimləri seçin. Movement düzəltmə. Territory defislə yazılıb. Mürəkkəbdir. Pen name mürəkkəbdir. Friendship dostluq. Burada ship gəmi mənasında deyil. Ona görə altına çıxırıq. Düzəltmədir, yəni. Demonstration şəkilçisindən bəllidir ki, düzəltmədir. Snowman, snow ayrı sözdür, man ayrı sözdür. İki müstəqil sözün birləşməsinə yaranıb. Cavab olub 2, 4, 5. D variantı. Növbəti sual yenə compound isimləri seçməliyik. Kingdom, dom şəkilçisi var. Ship şəkilçisi var. Daha sonra economy yer şəkilçisi var. Actor şəkilçisi var. Cavabımız olur B variantı. Oil field, butterfly, headache. Ayrı-ayrı sözlərdir. 6-cı sual compound isimləri seçməliyik. Mürəkkəbləri yenə. Cavabımız A variantı olacaq. Rainbow, railway, airmail. B variantında leadership, liderlik düzəltmədir. Development, man şəkilçisi var. Hood şəkilçisi var. And şəkilçisi var. Həmçinin ment var. 10-cu cavabımız qalır A variantı. 7-ci sual singular tək isimləri seçməliyik. Pen friends S şəkilçisi var, cəmdədir. Sportsman tək forması belədir, cəm forması men kimidir, çıxırıq. Ball sözü cəmdədir, bu söz də cəmdədir. Qalır A variantı. İstiyot, cotton pambıq, pensil, karandaş. 8-ci sual plural cəm isimləri seçin. Luggage sayılmayandır. Hair sayılmayandır. News. Sonunda S olmasına baxmayaraq bu sayılmayan isimdir, yəni təkdədir. Progress də həmçinin sayılmır. Money sayılmır. Advice sayılmır. Cavabımız qalır Y variantı. 9-cu suala baxaq. Singular tək isimləri seçin. Information. Təkdir, cattle amma cəmdir, police də cəmdir, ad getdi. B variantı cavabımızdır. Watch, face, move. Üçü də cəmdədir. Növbəti variantlarda baxaq. Mice, siçanlar sözünün cəmidir, mouse sözünün cəmindədir. Carrots cəmdədir, goods cəmdədir. Həmçinin bu söz də cəmdədir. 10-cu suala baxaq. Geese cəmdədir, amma school təkdir. Child təkdir, parrot təkdir, box təkdir, qalır cavabımız D variantı. 11-ci sual. Plural cəm isimlər seçməliyik. Niyə sözün biraz əvvəl dedim ki, sayılmayan isimdir, təkdədir. Biri çıxırıq. P sözü təkdədir, child sözü təkdədir, cəm forması children'dır. Cavabımızda qalır 1, 3, 5. Mice sözünün tək forması mouse'dur, geese sözünün tək forması goose'dur. Woman sözünün tək forması da woman, yəni A ilə yazılan. Cavab da qalır 1, 3, 5 B variantı. Singular tək isimləri seçməliyik. Feed, food sözünün cəmidir, götürmürük. Mice, mouse sözünün cəmidir, götürmürük. Scissor sözü cəmdədir, iki ayrılmaz istədiyim ibarət olan isimdir, cəmdədir. Luggage sayılmayan, advice sayılmayan, information sayılmayan. Qalır 2, 4, 6. Bunlar da
C variantıdır. 13-də compound mürəkkəb isimləri seçməliyik. Nest şəkilçi var, düzəltmədir. Development şəkilçi var, actress şəkilçi var, ment şəkilçi var, qalır Y variantı. İki müstəqil sözün birləşməsindən yaranıb mürəkkəbdir. 14-də compound mürəkkəb isimləri seçməliyik. Tom şəkilçidir, ment şəkilçidir, happiness şəkilçidir, daha sonra information burada da şəkilçidir, yəni düzəltmə isimdilər o mənada. Qalacağımız D variantı book, shelf, policeman. 15. Compoundları seçməliyik. Kingdom, düzəltmə. Daha sonra picture, sadə, foundation, düzəltmə. Brotherhood, hood şəkilçi var. Qalır cavabımız B variantı. Hairbrush, timetable, salesman, mürəkkəb sözlərdir. 16-da compound, dom şəkilçi, movement şəkilçi, ment burada şəkilçidir. D variantında S şəkilçidir, Y variantında hood şəkilçidir. 17-ci sualımız yəli hal mövzusuna aid testdir, ismin yəli halı. Burada baxırıq. This, that, this, those. Bu sözlər, deməli, bəzən çətinlik çəkir uşaqlar, amma 4 hərfli, 5 hərfli kimi də yadda saxlaya bilərsiniz bir müddət. Çünki isim mövzusu elə bir mövzudur ki, digər mövzularda toxunmalı oluruq. Əvəzi, quantifiers və s. kimi. Əgər çətinlik çəkirsinizsə ayırmaqda 4 hərflərdən sonra tək isim gəlməlidir, 5 hərflərdən sonra cəm isim gəlməlidir. This, bundan sonra cəm isim gəlməlidir. Doğrudur, cəm gəlib və biz yəli halda keçəcəyik ki, kökdən dəyişən isimlərin yəli halı apostrof S-dən düzəlir. Ümumiyyətlə belə düşünün. S apostrof lar. Lar bu, apostrof da ın, ların deməkdir. Apostrof S isə ın deməkdir təkcə. Biz də burada, bu onsuz da cəmdədir, doğrudur. Biz buna yenidən S apostrof qoya bilmərik. Ona görə cavabımız A-dır, doğrudur. B variantında dediyimiz kimi this sözündən sonra cəm isim gəlməlidir. Yəni man yox, men olmalıydı, səhvdir. That-dan sonra tək isim gəlməliydi. Yəni mən apostrof S olmalıydı. Bunun cəmlənməsi belə olunmur. Ona görə səhvdir. D variantında this sözü təkdədir. Bundan sonra tək isim gəlməlidir. Yəni mən gəlməliydi. Men gəlib səhvdir. Cəmdə gəlib yəni. Bundan sonra cəm gəlməliydi. Düz cəm verib. Amma yəli halı, yəni səhv qoyulub. Apostrof S olmalıydı. Biraz əvvəl dediyim kimi. Bu onsuz kökdən dəyişib. Yəni buna yenidən S artırmaq olmaz. Belə düşünün. Kökdən dəyişən isimləri. Biz məsələn men. Bunu S artıra bilirdik? Xeyr. Yəni ona görə S apostrof da qoyulması səhvdir. Qalır cavabımız A variantı. Keçək növbətinə 18-ci sualımız. Singular, tək isimləri seçin. Goose təkdir, amma closes people cəmdir. B variantında sportsman təkdir, petrol təkdir, amma feed cəmdir. C variantında woman cəmdir. Y variantında bu iki söz cəmdədir, qalır D variantı. Baxın, sonu s-sına bitirir. Əslində bu s-dir, yəni hostess sözü, traffic, bildiyimiz traffic sözü təkdədir, air, hava sözü təkdədir, sayılmayan isimlərdir. 19-cu sual yenə yəli hala aid testdir. Baxın, women sözü qadınlar cəmdədir, doğrudur. Biz dedik ki, kökdən dəyişən isimlərin yəli halı apostrof S-dən düzəlir. S apostrofla yox. Birinci S gəlirsə, yadda saxlayın, burada cəmlik var. Amma S apostrofdan sonra gəlirsə, deməli orada cəmlik yoxdur. O formada saxlaya bilərsiniz. Deməli, iki səhvdir. Biri düz götürürük. A child, children sözü kimi cəmlənir child sözü. Yəni S-lə cəmlənmir, səhvdir. 4 doğrudur. 5 də doğrudur. Cavabımız qalır 1, 4, 5. Sizə bir şey deyim. Apostrof S-lə S apostrof ismə artırılır və özündən sonra da isim gəlməlidir. Bu qaydanı bilsəz 90% yaza bilərsiniz. 20-ci suala baxaq. Deməli, kökdən dəyişən, kökdən cəmlənən isimlərin yəli halı nə ilə düzəlir? Apostrof S-lə. Çünki onsuz onlar kökdən cəmlənir. Məsələn, children sözü tək forması childdır, cəm forması children'dır. Ona görə də onun yəli halı apostrof S-lə düzələcək. S apostrofla düzəlməyəcək. Bu həmçinin men sözünə aiddir. Daha sonra men sözü burada ümumiyyətlə cəmlənməsi səhvdir, yəlik də yoxdur. C ilə D variantı arasında qalırıq. Sheep sözü, deer sözü, swine, fish bu sözlər
təki və cəmi eyni olan isimlərdir. Bunların yəni yəli halı S apostrof yox, apostrof ilə düzəlir. Ona görə cavabımız qalır C variantı. 21-ci sualda yenə eyni qayda ilə baxsaq, ship yenə çıxırıq. Means yuxarıdakı qaydaya görə çıxırıq. Sonra 1, 2, 5. Cavabımız E variantı. Növbəti 22-ci sual. Compound mürəkkəb isimləri seçməliyik. Tradition şəkilçisi var. Application şəkilçisi var. Society şəkilçisi var. Həmçinin burada da var. Project sadə sözdür. Cavabımız qalır B variantı. Inkpot, matchbox, salesman. 23-cü suala baxaq. Compound mürəkkəb isimləri istəyir. Deməli, rest şəkilçisi var. Hood şəkilçisi var. Hood şəkilçisi var. Freedom şəkilçisi var. Cavabımız qalır C variantı. 24-cü sual. Mürəkkəb isimləri seçməliyik. Nephew sadə. Thief sadə. Strength düzəltmə. Dirty sadə. Cavabımız qalır A variantı. 25-də mürəkkəb isimləri seçirik. German, Norman, Human, Roman. Bu 4 sözümüz bilirik ki, sadədir. A variantı gedir. Daha sonra development düzəltmə. Appointment düzəltmə. Hardship çətinlik. Yəni burada cəm mənasında deyil. Ona görə düzəltmə cavab qalır C variantı. 26-cı sual. Compoundları seçirik. Information düzəltmə. Movement düzəltmə. Leadership, liderlik. Yenə burada cəmi mənasını bildirmir. Cavabımız A variantıdır. Spaceship, istisnalarda var idi. Kosmik cəmi, airmail. Hava poçtu. Daha sonra sportsman. Mürəkkəb olsa belə Normanı biraz əvvəl dedim. Norman, Human, Roman, German. Bunlar sadədir. Baxmayaq ki, sözün sonunda man var. Onun tərkibindədir. 27-ci sualda passiv case yəli hal seçməliyik. Bayaqki qaydaya əsasən kökdən dəyişən, kökdən cəmlənən isimlərin yəli halı apostrof S-lə olur. Onlar onsuz da cəmdədir. Bir səhvdir. Daha sonra 3-də həminki qayda ilə çıxırıq. 2, 4. D variantı. Bread sayılmayan isim çörək mənasında təkdədir. Ice cream dondurma təkdədir. Sayılmayandır. Yəni sayılmayan isimlərdə təkdə olur. Short təkdədir. Snow, qar sayılmayan isimdir, təkdədir. Amma zebras, zebralar, eggs, yumurtalar cəmdədir. 29-cu sual yenə cəm isimləri seçirik. Bowl təkdir, child təkdir, book təkdir, cake təkdir. D variantı düzgün variantdır. Mice, mouse sözünün cəmidir. Siçanlar mənasını bildirir. 30-cu sual singular tək isimləri seçməliyik. Oil təkdir, hen təkdir, food təkdir. Bunun cəm forması feeddir. Qala cavabımız 1, 2. Yox, cavab elə bizdən tək istəyirsə tam əkisini götürəcəyik. Cəmləri çıxırıq. 2-yə 1-i çıxırıq. 3, 4, 5-i seçirik. O da B variantıdır. 31-də mürəkkəb isimləri seçək. Wisdom şəkilçisi var. Novelist şəkilçisi var. Qalır 1, 4. C variantı. 32-də compound mürəkkəb isimləri seçirik. Rainbow və statesman. Bunlar düzəltmədir. 2, 3. 33-də singular tək isimləri seçməliyik. Window təkdir, amma glasses cəmdir. Çıxırıq. Boss cəmdir. Monkeys, meymunlar cəmdir. Tools cəmdir. Qalır A variantı. 34-də yenə tək isimləri seçməliyik. Cəmdədir. Children cəmdədir. Pillows cəmdədir. Guests, qonaqlar cəmdədir. Qalır B variantı, boy sözü təkdədir. 35-də isimlər cərgəsini seçməliyik. Useful, faydalı, brave, cəsur. Qalır 1, tourist, decoration, bəzək. 1, 4. 36 mürəkkəb isimləri seçirik. Hairbrush, sandstorm, worship. Bunu bilirik ki, istisnalarımızda var. Worship, spaceship, battleship, steamship, airship, longshiplar mürəkkəb isimlərdir. Importance şəkilçisi var. Anniversary şəkilçisi var. 1, 2, 4. 37-də mürəkkəb isimləri teapot, suitcase, raindrop. Bunlar isə düzəltmədir.
2, 3, 5. 38. İsimlər cərgəsini seçirik. Fluent, səlis necə? Sifət. Strong, güclü necə? Sifət. Hot, isti necə? Sifət. Weak, zəif necə? Sifət. Qalır game, oyun. Dress, don. Wood, taxta. 39. Yenə isimlər cərgəsini seçirik. Wide, geniş sifət, həmçinin shortda qısa sifətdir. Alike, oxşar sifət. Sonra salty, duzlu sifət. Qalır cavabımız Y variantı. 40-da uncountable sayılmayan isimlər seçməliyik. City sayılandır, job sayılandır, fork sayılandır, həmçinin people-da. Daha sonra pencil sayılandır. Karandaş manasında, amma milk, butter, rice bu sözlər sayılmır. 41-də uncountable-ları seçirik. Statue sayılır, food sayılır. Daha sonra policeman sayılır, hammer sayılır. Qalır cavabımız C variantı. 42-də yəli halı, düzgün yəli halı seçməliyik. Let's go. Ümumiyyətlə bilirik ki, apostrof S ya da S apostrof ismi artırılmalıdır və özündən sonra isim gəlməlidir. Burada apostrof S başqadır, yəni yəli hal deyil. Got gəlib olmaz, very gəlib, yəni isim deyil çıxırıq, about isim deyil, amma A variantı doğrudur. 43-də to-dan sonra bilirik ki, birdən artıq, birdən böyük miqdar sayılarından sonra gələn ismimiz cəmdə olmalı idi. Yəni S apostrof olmalı idi. Daha sonra eyni qayda ilə bunu da səhv götürürük. Çünki 5 günlər, yəni yenə S apostrof olmalı idi. Cavab qalır 1-4. 44-də my children's onsuz cəmdədir. Kökdən dəyişən isimlərin yəli hal apostrof S-lə düzəlir. 3 doğrudur. Soyadlarda yəli hal S apostrof kimi olur. Daha sonra this bilirik ki, this that-dən sonra tək isim gəlməlidir, amma bu cəmdədir deyə səhvdir. Qalır 2-3. Y variantı. 45-də cəm isimləri götürürük. Cavabımız A olmur, çünki word sözü təkdədir, spade təkdədir, news sayılmayan isimdir, təkdədir, mail təkdədir. Cavabımız Y variantı. 46-da tək isimləri seçirik. Oxen cəmdədir. Yəni kökdən dəyişən isimdir, kökdən cəmlənən isimdir. Ox tək formasıdır, oxen cəm. Bags cəmdir, mice sanlar sözü cəmdir, shorts cəmdir, qalır B variantı. Üçüdə sayılmayan isimdir. Sayılmayan isimlərdə bilirik ki, təkdədir. Juice, meyvə şirəsi, milk, süd, flour, un. 47 compoundları seçirik. Seaside, schoolmate, belə 1-4. Çünki brotherhood şəkilçi var, agreement şəkilçi var. 48-də cəm isimlər. Economics, icısına bitənlərə demişik ki, təkdədir. Sadəcə lyrics və topic sözlər istisna ki, onlar cəmdədir. Amma bu istisnalardan deyil deyə biri götürmürük. Policeman cəmdədir, woman cəmdədir, woman sözünün cəmi. Scissors, iki ayrılma hissədən ibarət olan isimlər cəmdə olur. Waitress, sonu S-ilə bitənlər bilirik ki, təkdədir. 2, 3, 4, B variantı. 49-da mürəkkəb isimlər seçirik. Tsunami, sadə, collection, bu da mürəkkəb deyil, qalır underground, painkiller, ikisi də mürəkkəbdir. 1, 3. 50 tək isimlər seçirik. Money təkdir, join təkdir, amma gives tək deyil, cəmdədir. A-nı çıxırıq. B-də carrots cəmdir. D variantında goods cəmdir. Y variantında beds cəmdir. C variantı. İsimlər cərgəsini seçməliyik. Dry, quru. Sifət, happy, xoşbəxt. Sifət, foolish, axmaq. Sifət, wet, yaş, nəm mənasında. Necə? Sifət. Qalır cavabımız D variantı. Ürək, film, səhra mənalarına gəlir. 52-də cəm isimləri seçirik. People bilirik ki, həmişə cəmdə olan isimdir. Və oxun sözü də ox sözünün cəmdə, yəni kökdən cəmlənən isimdir. Qalır cavabımız 1, 4. 53-də tək isimləri seçirik. Leaves cəmdir, feed food sözünün cəmidir. Rings cəmdədir, glasses cəmdədir. Hansı variant qaldı?
C variantı. 54-də tək isimlər seçirik. Shoes cəmdir. Children cəmdir. Daha sonra scissors cəmdir. Qaldı years, burada da cəmdir. D variantı. Deməli, göz, stol, bir də bina mənalarına gəlir və təkdədir. Üçüdür. Mürəkkəbləri seçirik. Masterpiece, şah əsəri mürəkkəbdir. Kataloq sadədir. Government düzəltmədir. Achievement düzəltmədir. Mürəkkəbdir. İki sözün birləşməsindən yanım. Watermelon da mürəkkəbdir. Qaldı 1, 5, 6. B variantı. 56. Cəm isimləri seçirik. News sözü sayılmayan isimdir. Sayılmayan isimdirsə, deməli, təkdir, yəni sonunda S cəmini bildirmir. Good sözü cəmdədir. Weather sözü, hava sözü sayılmayan isimdir. Təkdədir. Pudding təkdədir. Tooth təkdədir. Cəm forması tifdir. Poultry, həmişə cəmdə olan isimlərimiz vardır. Police, people, poultry. Bunlar cəmdədir. Polis də eyni qaydada. Qalır 2, 6, 7 A variantı. 57-də yəlik halı seçirik. Deməli, my əvəzlik gəlib, isim gəlməli idi. The Browns, yəni soyadlar S apostrofla olur, yəni cəmdə olur, düzdür. Burada broken isim deyil, götürmürük. Boys bike, oğlanın velosipedi götürürük. Bir də biri götürürük. Həftənin istirahəti 1, 3, 5 A variantı. 58-də. Yəni düzdür, bu da doğrudur. Yox, bu A variantı doğru deyil. Learned, failed, ona görə amma ikinci doğrudur. Üçüncüdə sözünü gəlib düzgün götürmürük. Burada artikel gəlib düzgün götürmürük. Daha sonra wonders 5 götürürük. 2, 5. Bir də burada baxın. Mən burada 3'ü çıxmışam. Amma at my friends deyir. Mənim dostumun yəni burada artıq buraxılmış bir şey varmış. Ona görə 3'ü də götürürük. 2, 3, 5. 59'da. Diana'nın cavabı. Elə cavabımız budur. Genitiv case də pasiv case bu arada. Bunu çəkməyin. Spent, failed, spent. One, win sözünü keçmişdi, yəni failed. Going, baxır başqa cümlədə başqa feil yoxdur. Deməli, bu da failed. It is, itə artırılıb, amma it əvəzlikdir, yəni isim deyil. True da həmçinin sifətdir. 60'da. Yəlik halı seçməli, yəlik halı sözləri. Elə cavabımız A variantıdır. Bugünün qəzeti. Bugün qəzetini oxumusan. B variantında very difficult sifət sayı gəlib. C variantında həm iki halda da səhvdir. Burada isim qısaldılmışıdır. D variantının Y variantı qalır. Got bilirik ki, düzgün götürmürük. Faildir. Cavabımız D variantı. Deməli, üçüncüdə ümumiyyətlə yəlik hal yoxdur, gördüyünüz kimi çıxırıq. 4'də də deməli, ikinci baxaq, birinci 2 düzdür. Qızın cavabı gözlənilməz idi, düzdür. 1, 2. 4'də də baxırıq, başqa bir feil yoxdur. Deməli, reading sözündə ayıncı feil düzəldib. Singular tək seçirik. Sonra 2 səsinə bitəndən bilirik, təkdədir. News, bunu bayaq da demişdim, təkdədir. Cavabımız qalır 2, 3. Treasures, iki ayrılmaz, ayrılan hissədən ibarət olanlar cəmdə olur. Həmişə cəmdədir. Mice də kökdən cəmlənməklə cəmlənən isimdir. Cəmdədir mal sözünün cəmi. Yəni, yəlik halda olan isimləri seçirik. Mary'nin nitqi möhtəşəm idi, çox gözəl idi. Baxın, nitqi, çıxışı, yəni isimdir. Elə cavabımız A variantıdır. Fond of, birlik isim deyil, çıxırıq. Got da eyni qaydada. D article gəlib. Burada da başqa feil yoxdur deyə çıxırıq. 64'də cəm isimləri seçirik. Knife təkdə, baby təkdə, person təkdə, food təkdə. Cavabımız Y variantı. 65'də. Advice sözü hamısında var və advice sözü sayılmayan isimdir. Cəmlənə bilər, sayılmayanlar xeyr, C variantını çıxırıq. Article işlənə bilər, xeyr, D variantı B-ni çıxırıq. Sonra miqdar sayılarına işlənə bilər, xeyr, 2 və 3-ünə işlədib səhvdir, cavabımız qalır A. 66'da information sözü sayılmayan isimdir. Sayılmayan isimləri cəmləyə bilirik, xeyr, C variantı çıxır. Article işlənə bilər, xeyr, A variantında da, D variantında article işlədib səhvdir. Miqdar sayılarına işlənə bilər, xeyr, Y variantında da miqdar sayılarına işlədib, cavabımız qalır B variantı.
67-də ship sözü cəmlənə bilməz. 2 çıxır. Oxen sözü onsuz cəmdədir. S apostrof ilə yəliyi düzəldilmir. Deerskin maralın dərisi düzdür. Fillərin xortumları doğrudur. Uşaqların 1-dir 5 doğrudur. 2, 4, 5. 3, 4, 5. 68. Düzgün variantı seçirik. Means kökdən cəmlənən isimdir. Yəni bu formalı düzəlmir. 2 düzgündür. Burada səhvdir. Birds quşların yuvaları düzgündür. 2, 4, 5. Cevant. 69-da səhvdir. Tumons düzgündür, düzgündür. The Browns deyir soyadlar cəmdə olur. S apostrof olmalıydı. F-dən sonra cəm isim gəlir, amma Vic sözü təkdədir. Deməli, düzgün götürmürük. Qalır 2, 4. 70-də Children cəmdədir. Düzgündür, səhvdir? Təbii ki də səhvdir. Simisiz dedik ki, soyadlar S apostrofla düzəlir. Yəni cəmdə olur. Düzgün götürmürük. Birdən artıq miqdar sayıdan sonra gələn ismimiz cəmdə olmalıdır. Düzgündür. Düzgün yəni hal artırılıb. F-dən sonra cəm isim gəlməlidir, amma yer sözü təkdədir. Qalır cavabımız 3, 4. 71-də yenə dediyim kimi F-dən sonra cəm isim gəlməliydi. Article-dan sonra gələn ismimiz təkdədir, düzdür. Bugün, today, yesterday, tomorrow bu sözlər yəli halı apostrof S-dən düzəlir. S apostrofla yox, doğrudur. Duzdan sonra cəm isim gəlməlidir. Mən onsuz cəmdədir, yəni apostrof S artırsaydı kifayət edirdi. Amma S apostrofla artırılıb səhvdir. Həmçinin bu da eyni qaydada. 2, 3. A variantı. 72-də yəli halı seçməliyik. Baxmayaq ki, burada uyğun deyil, amma burada da səhvdir. 5. Birdən artıq miqdar sayılan sonra gələn ismimiz cəmdə olmalıydı. Minutes olmalıydı. Mr, Mrs bu kimi sözlərdə yəni xüsusi isimdir. Onlar cəmlənə bilmir. Təkdə olmalıdır, təkdədir. Sonra burada bu isə düzgündür, amma bu isə səhvdir. Fordsların maşınları olmalı idi. S apostrof olmalıydı. This woman cəmdə işlənməlidir dizdən, düzdür. Qəbələnin şəlaləsi. Bu da düzgündür. 2, 4, 5 C variantı. 73-də cəm isimləri seçirik. Son iki SS-lə bitəndə deyirik ki, təkdədir. Ox təkdir, cəm forması oxundur. News təkdədir, sayılmayandır. Goose da təkdir, cəm forması gizdir. Ona görə cavabımız qalır Y variantı. 74-də cəmləri seçirik. Goose təkdir. News təkdir. Tooth təkdir. Mouse təkdir. Cavabımız B. 75-də yəli halı seçirik. Soyadlarda deyirik S apostrof olur. Daha sonra children's bu formalı yəli hal artıra bilərik. Xeyr. Cavabımız qaldı 2, 3, 5. 76. Children's yenə. Kökdən cəmlənən isimlərin yəli halı apostrof S-lə düzəlir. Cəmlənə bilmir onlar. Yəni S-lə cəmlənə bilmir. Səhvdir. Sonra 3-də soyadlarda dedik ki, S apostrof olmalıdır. Məsələn, Əliyevlərin maşını. Əliyevlərin. Cəmdədir. Yəni, biz Əliyevin demirik, Əliyevlərin deyirik. Soyadları bildirir. İndi mən Azərbaycanca nümunə dedim. Bu ingilis hissədə. Mr. Sims dedi ki, xüsusi isimlər cəmlənə bilmir. Doğrudur. Bu da eyni qaydada. Ya variantı doğrudur. Yeni götürürük. Birinci çıxırıq. Cavabımız qalır 2, 4, 5. 77-ci sualda woman sözü S-lə cəmlənmir. Səhvdir. Mr. Brown, Mrs. kimi adlarda biz xüsusi isimlərdə apostrof S yox, S apostrof işlədirik. 2-də Mr. Browns düzgündür. 3 soyadlarda dedik cəmdə olmalıdır, S apostrof olmalıydı. 4-də düzgün 2, 4. 78-də yəli halı seçirik. Got gəlib səhvdir. Going gəlib səhvdir. Cavabımız qalır 1, 2. 79-da children's
Səhvdir. Səhv yəli hal artırılıb. Daha sonra baxın burada soyadlarda biz S apostrof işlətməliyik. Doğrudur. 2 halda da səhvdir. Soyadlarda biz S apostrof işlədirik. 3, 4. 80-də. Birdən artıq miqdar sayılmış sonra gəlin ismimiz cəmdə olmalıdır. Cəmdədir. Soyadları indi biraz əvvəl dedim ki, cəmdə olmalıydı. S apostrof olmalıydı. Children səhv yəli hal artırılıb səhvdir. Doğrudur. Bu da doğrudur. 1, 4, 5. The Browns yenə səhvdir. Birdən artıq miqdar sayılmış sonra cəm isim gəlir düzdür. Women səhv cəmlənib. Yəli hal artırılıb. Dears düzdür. Teachers meeting düzdür. 1, 2, 4, 5. 82. Birdən artıq miqdar sayılmış sonra gəlin isim cəmdə olmalıydı. Səhvdir. Eyni qayda ilə 3-ü düzgün götürürük. Bir artikellə cəm isim işlənməz, tək isim işlənir. O qayda ilə 5-də düzgün götürürük. 1-də düzgün idi. 1, 3, 5. Onda yəqin ki, bu variantdır. 1, 3, 5 düzdür. 83-də birdən artıq miqdar sayılan sonra gəlin ismimiz cəmdə olmalıdır. 7 days. Cəmdə də düzdür. Artikellə tək isim işlənir. Düzdür. Artikellə tək isim işlənir dedim. Bu səhvdir. Birdən artıq miqdar sayılan sonra cəm isim gəlir. Səhvdir. Bu da doğrudur. 1, 2, 5. Y variantı. 84-də gəlik hal istəyir. Decision qərar isimdir. Düzgün götürürük. Manager sözdə isimdir. Article gəlib səhvdir. Fail gəlib səhvdir. Fail gəlib səhvdir. 1, 4. Bircə dəqiqə. Burada 5-də ikinci tərəfə baxmamışam. Qızın dərisi 1, 3, 5. 1, 4, 5. 85-də gəlik hal. Always zaman zərfi səhvdir. Daha sonra faildir. Yenə buradan çıxıram. Baxın, burada var. Baxmayın ki, bu hissədə fail gəlib, amma bu hissədə yəliyi var. 4-ü götürürük. Told faildir. Qalır cavabımız 2, 3, 4. 86-da exhibition sərgi. İlin sərgisi. Düzgün götürürük. 2 də düzgündür. İsim artırılıb, isim gəlib. Dətdən sonra bilirik ki, tək isim gəlməlidir, amma S apostrof cəmliyi artırılıb, səhvdir. Daha sonra yenə dizdən sonra cəm isim gəlməlidir. Bu təkdədir. Qalır cavabımız 1, 2, 4, 5. Y variantı. Deyə bilərsiniz ki, müəllim, burada bir sifət gəlib baxım. Sifət gəlsə belə, sifətdən sonra isim gələndə düzgün götürə bilərik. Movie sözü cəmdədir. Burada da ortaqlı olmayan isimlərdə bu söz cəmdə olmalıydı. Cəmdədir. Ona görə 1, 2, 4, 5 düzgün götürdük. 87-də. Application sözü düzəltmədir. Representative də həmçinin. Statesman mürəkkəb, toothpaste mürəkkəb, spaceship mürəkkəb. 1, 4, 5. 88-də. Yəlik halda olan isimləri seçirik. Improved faildir. Eager can atan, yəni isim deyil. Left faildir. Bought buy sözünün keçmişidir. Almaq sözünün keçmişidir. Cavab qalır B variantı. Sonra 89-da. Burada S olmalı idi. Təkcə apostrof qoysaq səhv olur. Bir səhvdir. Daha sonra aktrisanın rolu düzgündür. Uşağın tibb bacısı düzgündür. Bu da doğrudur. 3, 4, 5. Bunların isə ortaqlı poeması ola bilməz. Onun görə səhvdir. Təkdə olmalıydı. 90-da women, burada yenə bayaq dediyim kimi isim mütləq olmalıdır. Təkcə apostrof ola bilməz. Ben və Tomun ortaqlı gözü ola bilər. Xeyr. 3 səhvdir. 4 düzgündür. 5 düzgündür. 2 düzgündür. 2, 4, 5. 91-ə baxaq. If-dən sonra necə isim gəlir cəm? Deyə sözü təkdədir. O qayda ilə bunu düzgün götürürük. Simi sözdə bilirik ki, soyadlar isə apostrofla olur. Cavabımız qalır 1, 4. 92-də. 1 saatlıq mühazirə düzgündür. Bir spal ayının pəncələri düzgündür.
Birdən artıq miqdar sayılan, yox, ümumiyyətlə severaldan sonra cəm isim gəlir. Düzgündür. Eyni qaydada bunu səhv götürürük. Cavab qalır 1, 2, 3. 93-də artiklına tək isim işlənməlidir. If-dən sonra cəm isim gəlməlidir, düzdür. 5-dən birdən artıq miqdar sayılandan sonra cəm isim gəlməli idi. Eyni qaydada bunu düzgün götürürük. 2, 4. 94-də deməli, disdən sonra tək isim gəlir, amma bunlardan sonra isə cəm gəlməlidir. O qayda ilə məsələn 4-ü götürə bilirik. Bunu götürə bilmirik, çünki təkdə olmalıydı. Apostrof cəmdə olmalıydı, apostrof olmalıydı. People sözü düzdür, cəmdədir. Disdən sonra tək gəlməlidir, cəmdədir. Yenə eyni qayda ilə bunu düzgün götürürük. 1, 3, 4. 95-də men sözü apostrof ilə hal artırılmalı idi. 2 səhvdir. Dünya, yer, günəş, ay bu sözdə vahidlik bildirdiyi üçün bunlar təkdə olmalıydı. Yəni apostrof düzgündür. Daha sonra uşaqların bu düzdür. 1 düzgündür. 1, 3, 4 də düzgündür. 1, 3. Bu hissəsi düzgün deyil, düzdür. Amma bu hissəsi də düzgün deyil. Çünki S apostrof olmalıydı burada da. Onun görə cavabımız 1, 3-dür. Burada da feil gəlib deyə səhvdir. 96-da 1 düzdür. 2 woman sözü səhv cəmlənib, yəli hal artırılıb. Changed feildir. Qalır 1, 3. 97 isimlər cərgəsini seçməliyik. Tired, yorğun, irregular, qaydasız sifətdir. Lovely isim deyil, difficulty, çətinlik, ona baxmırıq. Talkative, danışan insan, danışqan insan, yəni söhbətçil sifətdir. Smile, təbəssüm, reward, mükafat, profit, sübut. Y variantı. 98. Baxın. Bura it is gələ bilər, bir də they are ola bilər. It is olanda biz cavabımız, variantımız düzgün olsa belə tək götürməliyik. Məsələn, wonderful sights. Baxırıq ki, yəni burada bir səhvlik yoxdur. Amma it is-ə görə biz tək qoymalıydıq, cəm yox. 3-ləri çıxırıq. Daha sonra of varsa ofdan əvvəlki ismə baxırıq. Ofdan əvvəlki nədir? Pieces, piece. Artiklına tək isim işlənir, düzdür. Deməli, biri götürürük. Yenə baxın, ofdan əvvəlki ismimiz cəmdir. Bizə nə lazımdır? Tək isim. 2 də səhvdir, qalır 1, 4. 99 eyni qayda ilə cəmləri çıxırıq. Digər cəmdir. Daha sonra cəm sayılmayan isimdir. Biz artiklını işlədə bilərik. Xeyir. Brilliant ideas yeni cəmdir. Interesting story. Story necə isimdir? Sayılan tək isim. Biz onun artikl işlətməliydik. An interesting story. Tasty porridge, dadlı sıyıq, düzgündür. Təkdədir. It is də tək tələbili idi. Gəlirik 100-ə. Nouns isimlər cərgəsini seçməliyik. Modest, təvəzzökar, necə sifətdir. Müqəddəs sifətdir. Daha sonra strong, güclü sifətdir. Tiny, xırda, balaca sifətdir. Cavabımız C variantı. İsim mövzusu ümumi 190 testindən ibarətdir. 100 testi izah elədim. 90 testi də növbəti videoda izahını paylaşacağım. Kanala abunə olmaqla mənə dəstək ola bilərsiniz və həmçinin hansı mövzunun izahının gəlməsini istəyirsinizsə yorumlarda bildirə bilərsiniz.